Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Yenə evlərinizə maraqlı bir verilişlə qonaq gəlmişik. Havaların soyuq olub olmamağından asılı olmayaraq biz hər şənbə bazar sizin qarşınızdayıq. Və yaxın əyləşin, çaylarınızı dəmləyin, gözəl bir şirniyyat süfrəsi hazırlayıb bizə baxmağa hazır olun. Bugün biri-birindən maraqlı xanımları biz bura sizin üçün dəvət etmişik. Jalə, Bəli. çox məxsusi qonaqlarımız var. Valla deyirəm ki, məndən sol tərəfə baxanda adamın gözü könlü açılır. Maşallah. Üçü də biri-birindən gözəl. Maşallah olsun bütün Azərbaycan xanımlarına. Sizi tək-tək təqdim eləmək bizim borcumuzdur. Amma istəyirəm ki, təqdim etməmişdən qabaq bir sən tərəfdən sağa baxaq. Görək mətbəximizdə Böyük məmnuniyyətlə. Mən bu gözəlliyi sevirəm. Bir var deyir ki, insana baxırsan, üzündə, simasında o qədər gözəl aura var, o qədər gözəl gözləri var ki, gözlərinin içi belə gülür. Necəsiz Azadə xanım? Şükür. Xoş gəlmisiniz. Xoş gördük. Bugün nə edəcəksiniz bizim üçün? Nə xariqələr yaradacaqsınız? Öncədən təşəkkür edirəm yenə məni dəvət etdiyiniz üçün. Mən indi gələndə qarşıma uşaqlar çıxdı. Bəli, belə bugün çox başa düşdüm ki, maraqlı qonaqlarımız uşaqlar var olacaq. Yəni təsadüfdür, zərurətmi bilmirəm, amma uşaq mövzusunda bir tort hazırlayacağam. Gözəl. Həm də payız hava havası Mövsümünə aid. Bəli. Əla, super. Ürək deyil, qızıldır. Görün. Başkənddən durub MTV-ni hiss edib ki, bugün burada uşaqlar olacaq və məhz uşaqlara uyğun da gözəl bir şirniyyatla gəlib Azadə xanım. Çox sağ olun əzizim. İndi mən böyük məmnuniyyətlə öz qonaqlarımızı təqdim etməyə hazıram. Xəbər verirsiniz. Ta Almaniyadan, Berlindən Azərbaycana gəlmiş bizim Azərbaycanın gözəl övladlarından, gözəl xanımlarından biri, Azərbaycanın qüruru, fəxri, Azərbaycan bayrağını elm sahəsində ta Almaniyalarda dalğalandıran yaxşı işlərə imza atmış Nilufər xanım Mansurova sizə təqdim edəcəm. Xoş gəlmisiniz Nilufər xanım. Xoş gördük. Çox şadam sizinlə burada bugün görüşməyimizə. Çox təsadüflərə inanmıram, amma çox maraqlı bir təsadüf oldu. Sizin Gözəl. Bakıda olmağınız. Gözəl. Mən istəyirəm Nilufər xanım haqqında bir balaca da haşiyə çıxım. Nilufər xanım Almaniyada Beynəlxalq Transformasiya Akademiyası və Beynəlxalq Coaching və Psixologiya İnstitutu yaradıb, onun rektorudur və təsisçisidir. Gözəl. Mən ikinci qonağımızı təqdim eləmək istəyirəm. Fidan xanım Abdullayeva. Fidan xanım Abdullayeva da akademiyanın, adı çəkdiyim akademiyanın və institutun həm Bakı, həm Moskva, həm də İstanbul filiallarının rəhbəridir. Xoş gəlmisiniz. Çox sağ olun. Xoş gördük Fidan xanım. Xoş gördük. Mən də öz növbəmdə sizləri salamlayıram. 4 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi burada bayırda bizi gözləyir. Uşaqlar bizi gözləyirlər. Bugün bizim üçün yeni il abu-havası yaradacaqlar burada və dünya xalqlarının rəqslərindən İspan rəqsini ifa eləyəcəklər. Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 4 saylı Uşaq İncəsənət Məktəbinin Leyla rəqs kollektivi buradadır və o kollektivinin gözəl rəhbəri Nərgiz xanım Həsənova. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Çox sağ olun. Mən də sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün böyük bir uğurdur, böyük bir gözəllikdir ki, sizin verilişinizə qatılmışam və iştirak edirəm. Təşəkkür edirəm Nərgiz xanım. Çox sağ olun. Əziz bizə baxan tamaşaçılarımız, bu uşaqları görəndə sanki uşaqlıq illərimizə dönürük. Uşaqlar, bilirəm ki, çox maraqlı bir rəqs nömrəsi var sizlərdə bugün bizim üçün. Nərgiz xanım, burada belə deyək, klon görürəm, qarqız görürəm, parabizən görürəm, pirat görürəm, daha sonra yolka ağacımız buradadır, buratinanı görürəm burnundan. Maşallah olsun hər birinizə. Mənə də çox maraqlıdır ki, bu nağıl qəhrəmanları bugün bizim üçün burada nə ifa eləyəcəklər. Buyurun uşaqlar, sizi böyük zövqlə izləyirik.
Maşallah. Çox sağ Afərin olun. hər birinizə uşaqlar. Çox sağ olun, çox sağ olun. Sizin üzərinizdə hər zəhməti, əməyi keçən müəlliməyə çox sağ ol deyirik. Xəyal xanım, belə görürəm ki, mətbəxə tərəf keçmisən. Azadə xanım, nə gözəlliklər də eləyirsiniz. Valla bunu gördüm, Jale, yerimdə dura bilmədim. Özümü verdim Azadə xanımın yanına. Burada 2 alətlə, hətta 1 alətlə bir gözəlliklər yaradır ki, mən istəyirəm ki, bunu hər bir xanım görsün və özləri evdə bunu düzəldə bilsinlər. Çünki çətin bir şey yoxdur, sadəcə texnika lazımdır. O texnikanı da Azadə xanım indi bizə öyrədəcək. Əslində marsipan bu dəqiqə xanımlar internetdən yəni çox şeylər öyrənirlər marsipan işləməyi. Əvvəlki kimi çətin deyil Çətin xanım deyil. olmaq, çox asandır. Telefon deyə bir şey var. Hər şey var orada. Ürəyin nə istəyirsə yazıb baxa bilərsən. Bəli, ustalar sağ olsunlar, içi də mən qarışıq bizim YouTube kanallarında dərslər öyrədirik, yəni ki var. Mən də Əsas odur ki, istəyirəm o həvəs yarpağı olsun. belə eləmək. Hə, buyurun. Gəl elə. Sadəcə ortasından bu ilə cizgi gedin. Hə, onu gedirəm. Hə, cizgisini gedin. Yarpaq effekti yaradın. Yavaş-yavaş marsipan cırılmasın. Çünki çox incə. Ülvi bəy, çəkirsiniz də ümumiyyətlə. Nəysə, deyəm, bir dəqiqə mən onu özüm bükəcəm. İşləyin bu cüssəsini. Qızıl payızın effektini yaradın özünüz. Mətbəx sənətdir, yaradıcılıqdır, sevgidir. Bəs bu üçü olarsa, xarüqələr yaradıla bilər. Və bütün insanların ən çox həzz aldığı da ağız dadıdır. Aferin, Şahin xanım. Ürəyiniz hara istəyir qoyun. Mənə elə gəlir ki, Nilufər xanım, insan ağız dadı vaxtı ki, o gözünü yumub belə bir həzz dalğası ki yaşayır, məhz biz onda beyin gedir teatraya. Düzdür? Elədim Ülvi bəy. Beyin müxtəlif dalğalara gedir. Təşəkkür edirəm. Bizim hələ kirpimiz də var. Yəni yarpaqlardan Beyin əlavə müxtəlif dalğalara gedir, həm kirpimiz də də var. insan çox rahatlamağa başlayır. Yəni yarı transda oluruq. Amma çox da istifadə etmək lazım deyil, sonra emosional qidalanmaya keçirik. Eyni zamanda həm Gözəl bir emosiyalarımızı mövzuya toxunur rahatlanır, həm də və emosional davam eləməyə dəyər. Əvvəlcə Azadə xanım, tortumuzun adı nə oldu? Payız deyək. Payız. Payız, bəli, Payız mövsümü. meşə effektini yaradırıq. Bu da hazırlamışam. ayıcıqdır. Ay deyil, kirpi olacaq. Kirpi olacaq. Kirpi olacaq. Ayıdan kirpi tikanların- düzəltiləcək. Tikanları qoymamışam. Tikanları qoyandan sonra Tikanları nədən olacaq? kremlə, şokoladdan. Aha. O dadlı tikanları tikanı olan adamlara versək, bəlkə onların da tikanları şirinləşər. Çox maraq. Hə, həm də şokoladdan. Ay Allah. Əla. Deyirəm də Azadə xanım yaradır, maşallah olsun. Sizin öyrəndiyiniz biliklərdən. Ümumiyyətlə enerji demişkən, son zamanlar enerjini çox eşidirik. Nədir bu enerji? Harda olur? Necə istifadə etmək lazımdır? Ümumiyyətlə bizə lazımdırmı? Əgər həqiqətən o varsa, biz onu necə idarə eləməliyik? Çox maraqlıdır. İstəyirdim Nilufər xanım, siz bu barədə danışasınız. Bir daha hər birinizi salamlayıram. Artıq mövzu bizə gəldiyinə görə danışmaq Bəli, daha rahat buyurun danışa Nilüfer bilərik. xanım, sizi dinləyirik. İnsanlar çox vaxt düşünürlər ki, biz enerji terapiyası dedikdə nəsə mistik bir şey haqqında danışırıq, amma mövzu bu deyil. Tam da neyroelmə gəldikdən sonra anladım ki, düşüncəmizlə idarə etdiyimiz tam da yaşam enerjisidir. Amma biz işıq enerjisindən və ya elektrik enerjisindən danışmırıq. Söhbət burada universal yaşam enerjisi, prana, ki, çidən gedir ki, hansını ki idarə edərək həyatımızdakı hər şeyi idarə edə bilərik. Ehtiyacımız olan tək şey budur. Amma bunu həm şuurlu şəkildə, yəni beynimizlə idarə edə bilərik, həm də ruhumuzu qidalandıra bilərik. Enerji alma mənbələrimiz fərqlidir. Bayaq da dediyiniz kimi qidamızda belə, istədiyimiz yeməkləri yeyəndə belə beynimiz enerjimizi çox tarazlayır və rahatlanırıq. Amma bəzən enerjimiz deformasiyaya uğrayır. Misal üçün bugün gələrkən hər kəs deyirdi ki, yolda tıxaclar olmuşdu, o olmuşdu, bu olmuşdu, narahatlıqlar, uşaq vaxtı keçirdiyimiz qorxular, rəqs qrupunun uşaqların keçirdiyi qorxular, mən də ansamblının solisti olaraq uşaq vaxtı xatırlayıram ki, çox həyəcan keçirdirdik, festivallara gedirdik xaricə və çox narahat olmağa başlayırdıq. Və təbii ki, beynimizdə müəyyən tetikləmə nöqtələri qalır ki, hansı ki bizi
enerjini idarə etmədə deformasiya gətirə bilər. Bunu idarə edə biləndə əslində söhbət tam da bu enerjidən gedir. Yəni mistik bir şey deyil. Hər kəsin idarə edə biləcəyi və hər kəsin düzgün istifadə etməli olduğu enerjidir ki, enerjinizi düzgün idarə etsəniz ki, bunu zehin kontrolu ilə bunu etmək mümkündür. O zaman həyatınız daha yaxşı olacaq. Belə başa düşdüm ki, enerjimizi boş yerlərə istifadə eləməməliyik də. Kontrollu şəkildə istifadə etməliyik, idarə etməliyik. Çünki biz onu idarə etməsək, idarəsi başqa yerlərə gedəcək. Travmamıza gedəcək, başqa ətrafımızdakı insanları idarə edəcək. Bir hadisə yaşayarkən oradan depressiyaya da düşə bilərsiniz. Oradan öz uğura aparan yol kimi də istifadə edə bilərsiniz ki, biz də bu sahəyə sırf bunun üçün gəlmişik. Belə gəlmişik. Deformasiyalara uğraya, problem yaşaya, depressiyada və ya başqa bir durumlarda ola ilk öncə özünü müalicə etmək üçün insan gəlir bu sahəyə. Daha sonra başlayırsan, artıq görürsən ki, çox fərqli bir sahədir və təbii ki, sahə səni çağırırsa, artıq insanlarla da işləməyə başlayırsan. Neuropsixoloqsunuz. Neuropsixologiya nəyi öyrənir və insanlara necə faydalı olur? Əslində mənim ixtisasa gəlmə səbəbim biraz fərqli idi. Çünki çoxölçülü tibblə məşğul idim. Və çoxölçülü tibbdə mənə sırf energoterapiya ilə başlamışdım. Artıq 17 ildir ki, bu sahədəyəm. Praktik psixologiya, psixoterapiya, NLP, hipnoterapiya, fərqli terapevtik modullardan məşğul idim. Amma bir an oldu ki, çoxölçülü tibb və enerji tibbi ilə məşğul olduğum üçün mənə daha çox ağır pasiyentlər müraciət etməyə başladılar və mən başa düşdüm ki, digər psixoterapiya növləri burada yetərsiz qalır. Və mənim ixtisasım böyüklərdə psixi pozuntulardır, misal üçün. Sırf neuroelm və psixoterapiyanın birlikdə istifadə edərək daha çox insanlara kömək olmağa başladım. Amma indi hazırda universitetdə daha çox bunun təhsilini veririk ki, insanlar həm neuroelmdən, həm enerji tibbindən, həm psixoterapiyadan, həm fərqli terapiya, ruh sağlığından insanlara kömək edə bilsinlər. Mən 17 ildir bu sahə ilə məşğulam, amma burada müxtəlif xırda sahələr var ki, misal üçün insanlar ya enerji ilə məşğul olmaq istəyirlər, energoterapiya ilə məşğul olurlar və ya psixoterapiya ilə məşğul olurlar. İnsanlar bayaq da dediniz ki, danışa psixoterapevtlər müalicə edir. Əslində psixoterapevt çox danışmır. Düzgün suallarla yönəldir ki, onlar cavab versinlər. Dinləməyi daha çox sevirik. Dinləməyi daha çox sevirik. Danışsın. Amma bir zaman biz özümüz fərqinə vardıq ki, birlikdə işləyərkən fərqinə vardıq ki, əksikliyimiz var. Misal üçün, ya psixoterapiya edirik, ya energoterapiya edirik, amma bir ruh terapiyası əksikliyimiz var deyə düşündük. Bədən terapiyası əksikliyimiz var deyə düşündük. Çünki bədənlə bəzi terapiyalar var ki, travmalarımız, proseslərimizi bədəndə saxlayır. Misal üçün, uşaqlar gəldilər, rəqs edirlər. Onların bədənlərində bir gün ağlasalar, səhərsi gün bilirlər ki, çox şən olurlar. Misal üçün, bizim xanımımız burada görürsünüz, çox pozitiv oturur. Çünki bədənini müxtəlif rəqslərlə açır. Bədəndə heç bir travma qalmamağa başlayır. Amma müxtəlif gün ərzində o qədər travma və ya digər hadisələr yaşayırıq. Yüklər üzərimizə o qədər yürük ki, enerjimizin kontrolu çıxır. Bunu çox rahatlıqla dönüşdürmək olar da, yəni çox sadədir. Elementar rəqsin özü belə enerjimizi çox aktivləşdirən və pozitivləşdirən, bədəndəki yığdığımız travmalardan azad edən bir sistemdir. Burada istifadə olunan ya da dinlədiyimiz musiqilərin frekanslarının nə kimi rolu var? İstifadə etdiyimiz hər musiqinin bizim beynimizdə müəyyən təsiri var. Ümumiyyətlə həm sözlərin təsiri var ki, beynimizi neqativ kodlaya bilərik. Dinlədiyiniz kövrək mahnıya qulaq asanda dinləyəndə istər-istəməz gözümüzdən yaş axır. Amma bu uşaqlar bu dəqiqə burada rəqs eləyərkən mən sanki içimdə bütün bədənimlə oynayırdım da. Əylədiniz. Amma çox təəssüf ki, gündəlik həyatımızda belə edə bilmirik. Çox tələsirik, ora gedirik, bura gedirik və hər zaman o halımız olmur ki, mən bu dəqiqə bu musiqini dinləyə-dinləyə. Misal üçün, məni insanlar rektor, uğurlu iş qadını filan bəşməkan kimi tanıyırlar ki, 4 universitetini necə idarə edirsən. Amma mən də 3 uşaq anasıyam və mənim də evimdə uşaqlarım var. Qayğılar var, gündəlik qayğılar. Başa düşürəm ki, onlarla da əyləndikdə, misal üçün, onlarla yarım saat əylənmək saatlarla psixoterapiyaya bəzən bərabər olur. Enerjinin idarəsi əslində asandır. Xatırlasaq çox asandır. Evə çatıb o 2 evladının səni qucaqlamağı, o köksünə sıxaraq öpmək, qoxlamaq elə bir ki, gün ərzində keçirdiyimiz yorğunluq keçir bir anlıq.
Artıq onları görürsən və qucaqlaşmaq enerjisi deyə bir şey də var da. Bəli. İnsan insana müsbət auranı ötürür. Ötürür. Məncə belə bir sual vermək istəyirəm sizə, Nilüfər xanım. Baxın, deyirsiniz ki, hər şey enerjidən gəlir, biz onu idarə eləməliyik. Bunların hamısı çox gözəl, çox başa düşüləsi. Bəs bugünkü gün enerjimizi idarə etmək üçün, doğru düzgün idarə etmək üçün biz öz həyatımızda nələri düzənə qoymalıyıq? Yəni özümüzə nə kimi təsir eləməliyik? Başa düşdüm, deyirlər ki, özünüzə beyin şuuraltı təsir eləmək olar. Mən yaxşıyam, səhər yuxudan duranda mən gözələm, bugün mənim işlərim uğurlu olacaq. Amma bunu da inanaraq desən olur. Bəli, baxın. Mən ora gətirəcəydim vurğunu ki, bunu inanaraq deməyimiz də var, sadəcə söz xətrinə deməyimiz də var. Əslində Bunlarda olan fərqi bilmək istəyirəm. Bu positive thinkingdir, yəni ki, pozitiv düşüncədir. Amma hər zaman pozitiv düşüncədə olmaq məcburiyyətində deyilik. Bəli, yəni alınmır da. Biz burada artıq pozitiv düşüncədən, yəni müsbət düşüncədən yox, sırf kvant düşüncəsindən istifadə edirik ki, reallıq sənin yarada bilərsən, sənin şuurunun enerjinə, düşüncənə və yaratdığın emosiya verdiyin hansı düşüncənə, emosiya verirsənsə, o reallığı yaradırsan. Ki bunu da kvant mexanizmi, kvant elmi təsdiqləyir. Hazırda bilirsiniz ki, mən həm Brüssel Universitetində, həm də bizim öz universitetimizdə kvant psixologiyası fakültəsinin rəhbəriyəm. Çox gözəl. Bitirdikdə tələbələrimiz beynəlxalq kvant psixoloqu diplomuna yiyələnirlər. Onlar tək psixoterapiya etmirlər. Eyni zamanda dərin mexanizmi öyrənərək bilirlər ki, düşüncə ilə və reallığı idarə edərək həyatını idarə edə bilərsən. Yaratmaq istədiyin hər şey zaten sənin reallığındır. Biz belə deyirik, xəyal edə bildiyin hər şey yaşaya biləcəklərinin yansımasıdır. Yetər ki, bunu düzgün yarat, çünki keçmiş başqa bir reallıqda mütləq şəkildə bu var. Amma bizə nə icazə vermir oraya getməyə? Misal üçün, biz travma almışıqsa, uşaqlığımızdan beynimizi kodlamışıqsa ki, bu pisdir, falan şey etmək olmaz, qadağalarımız varsa, hər birimiz, belə deyim də, ailələrimiz fərqli ailələrdə böyümüşük. Yaşadığımız mühitlər, evimiz, ailəmiz, məktəbimiz, bizi müxtəlif, yəni yaşadığımız cəmiyyət, bunlar bizi formalaşdırmağa başlayır. Bəzən deformasiya ilə formalaşdırır. Çərçivələr. Və həmin o deformasiyaları tarazlayanda çox dərin, belə deyim, tarazlamaq lazımdır. İnsanı keçmişdən gələcəyə götürmək lazımdır. Gələcək qurmaq istəyirsənsə, keçmişdə yaşaya bilməzsən. Keçmişi unutmaq üçün necə bir düşüncələrə, necə bir meditasiya eləyək ki, keçmişi ümumiyyətlə unutaq. Düzdür, heç kim keçmişini unuda bilməz. Amma müəyyən aldığımız travmaları geri dönüş eləməyək. O vaxtı belə idi, indi edirəm belə deyil. Bax, o sözləri, o həyatımızda, gündəlik həyatımızda işlətdiyimiz o frazaları necə silək beynimizdən? Əslində keçmişi unutmaq və ya şuuraltından nəyisə silmək mümkün deyil. Bilirəm. İndi bu dəqiqə marketinqdən istifadə edirlər ki, gələcəksən beynindən hər şeyi siləcəm. Belə bir şey mümkün deyil. Elmi cəhətdən mümkün deyil. Amma orada emosiya var. Onlara verdiyimiz emosional yük var. O yükləri oradan çıxara bilərik. Məna vermədiyiniz hər şey mənasızdır. Bir hadisəyə hansı məna yükləmisiniz? Onu bir də təkrar edin, Nilüfər xanım. Məna vermədiyiniz hər şey mənasızdır. Yəni ki, siz məna verirsiniz ona. Bir hadisə yaşamısınız, bir travma yaşamısınız. O travmaya deyə bilərsiniz ki, mənim həyatımı məhv edən bir travmadır. Və ya buna deyə bilərsiniz ki, bu travmanı yaşadım, mən orada gücləndim, ruhum irəli getməyə başladı. Təşəkkür edirəm. Dünən biz eğitimimizdə bitirərkən təlimimizi sonda bir motivasiya çalışması var idi. İnsanları səhnəyə çıxardıq və dedik ki, bütün düşmənlərimizə, bütün bizi geri çəkmək istəyən insanların hər birinə təşəkkür etməliyik əslində ki, onlar bizi bu qədər güclü etdilər. Onlar olmasaydı biz var olmazdı. Bizi daha da irəli aparırlar. Öyrədirlər. Bilməyərəkdən. Bəli, o dərslərimizi, həyat dərslərimizi bizə o şəkildə yaşadılar ki, biz o dərslərdən dərs çıxara bilək və qabağa gedə bilək. Və Jalənin dediyi o keçmişlə əlaqəli şey o idi ki, yəni keçmişə ilişib qalmamaq. Dərslərini çıxarıb irəli baxmaq lazımdır. Artıq anda qaldınsa, orada qaldınsa inkişaf yoxdur. Artıq orada sən fizika qanunlarda var da ətalətdəsən. Mən bir şey də demək istəyirəm. İstəyirəm Fidan xanım cavab versin, çünki Fidan xanım hələ ki bizi dinləyir.
Mən istərdim ki, Xəyal xanım bu dəqiqə verilişimizin bu saatında, bu dəqiqəsində reklamlara baxaq. Daha sonra Fidan xanım və Nərgiz xanımla həmsöhbət olacağıq. Reklamlar. Reklamlardan qayıtdıq, artıq öz studiyamızdayıq və verilişimiz davam edir. Belə bir sual vermək istəyirəm Fidan xanım. Kin və nifrət bugünkü gün həyatımızda belə deyim də labüd olan bir şey. Nə kindən qurtula bilmirik, nə də nifrət etmədən yaşaya bilmirik. Çünki yaşadığımız həyatda o qədər çətinliklər var ki, o qədər nankorluq eləyən insanlar var ki ətrafımızda. Sanki biz nə qədər özümüzə desək, elə öz payıma deyirəm, nə qədər desəm ki, mən sizlərin hamınızı bağışlayıram, sizə heç bir kinim yoxdur, sizə heç bir nifrətim yoxdur, yalan demiş olaram özümə və ətrafımda çox istədiyim insanlara. Nifrət elədiklərim də var, kin saxladıqlarım da var. Amma anında bağışlamaq hissim də var. O həssaslığım da var, o humanistliyim də var. Bu kinlə nifrət haqqında istəyirəm siz bizim üçün danışasınız. Baxın, çox gözəl bir mövzuya toxundunuz. Kin və nifrət. Pasientlər gəlir, heç başqalarına yox, ən böyük kin və nifrəti anasına və atasınadır. Anasına kin olanlar var, atasına olanlar var. Bəzən dünyadan köçürlər, onları bağışlaya bilmirlər. Biz onları sözdə, siz dediyiniz kimi. Bəli, sözdə deyirəm bağışda, amma dərinlikdə o deyil. Bəli, bəli. Sözdə bağışlasalar belə, həyatlarında dəyişikliklər olmur. Biz onlara başa salır, bəzən gəlir ki, yox, mən onu 50 dəfə bağışlamışam. Amma biz onları bağışlanmasını dərin transda, meditasiya zamanı bağışladırıq. Bəzilə ən pik momentdə bağışladırıq. Artıq oradan, o seansdan çıxan hər kəs deyir ki, mən düşünürdüm ki, bağışlamışam, amma mən bugün həqiqətən də onu bağışladım. Amma biz onu başa da salırıq ki, bağışlasan həyatında nələr dəyişəcək, nələr olacaq. Məsəl üçün, münasibət problemi yaşayan insanların hər zaman anasına kini, aqressiyası olub. Biz ona başa salırıq ki, bunu buraxdığın an, həqiqətən də bağışladığın an, bu münasibətlərin düzələcək. Aydındır. Və ya maddi sorunlar yaşayan insanlar hər zaman atalarınla bir sorun yaşayırlar və ya pul qazanır, amma bir bərəkəti yoxdur. Onu həqiqətən də bu elədir. Çox maraqlı nüanslardır. Bəli. Bunları diqqətlə dinləmək lazımdır, əziz tamaşaçılar. Bilirsiniz də, verilişimiz maarifləndirici bir verilişdir. Biz tamam qeybətə, ora-bura, ona vaxt ayırmırıq. Sırf maarifləndirici bir veriliş eləyirik ki, tamaşaçılarımıza maraqlı olsun və nələrsə öyrənsinlər. Çünki günün elə bir vaxtıdır ki, şənbə-bazar günü. Gün orta efiridir, saat 3-dən 4-ə qədər. Hamı əyləşib, sakit, relaks, dincəlmək istəyir. Və bu kimi məlumatları almaq mənə gəlir ki, hər bir xanımın, ailədə evdar xanımın, istər iş xanımının yararına gedəcək. Yəni, onun çox xoş olacaq. Bəli. Çünki bir şey də deyim sizə, Fidan xanım. Dediniz ki, oradan çıxarkən artıq düşünürlər ki, mən düşünürdüm ki, bağışlamayacağam, amma necə oldu, bağışladım. Düzdürmü? Baxın, hər birimiz individualıq da, belə deyək. Heç kim eyni deyil, eyni xüsusiyyətə, eyni xasiyyətə malik deyilik, tam fərqliyik. Hər kəsin də bağışlama üsulu, hər kəsin də o əfv etmək üsulu özünə xas şəkildədir. Ola bilər ki, mən deyərəm ki, mən hamını bağışladım, sizin hamınızı çox sevirəm. Düzdürmü? Amma o insanlara qarşı ki, bağışlanmaq hissini yaşayıram, o insanların münasibətini necə qəbul edeyim? Yəni, eyni münasibətdə qalıram o insanlarla. Öz aləmimdə mən onları bağışlamışam. Bax, bunu bilmək istəyirəm ki, onlardan onu necə duyum ki, mən doğrudan da onları bağışladım və nələrsə yaxşılığa doğru getdi. yenə çox gözəl bir mövzudur. Baxın, insanlar düşünür ki, o anası ya dostları ya ailəsi belədir, onları buraxa bilmirlər. Kin, nifrət etdiyi hər kəs, küsdüyü hər kəs. Biz heç kimi dəyişə bilmərik. Bəli. Biz yalnız öz düşüncələrimizi dəyişərək onlara qarşı münasibətimizi dəyişirik və onları buraxırıq. Və artıq onlar bizə təsir etmir. Belə başa salım. Onların münasibətini dəyişə bilmərik. Bu çox önəmlidir. Yəni ki, heç kimin xəsiyyətini də dəyişə bilmərik.
Amma biz dəyişəndən sonra qarşı tərəfin dəyişdiyini avtomatik görürük ki, münasibət dəyişib. Çünki ona hiss etdiyimiz hər bir şeyi çəkirik. Aqressiya, Kvant fizikasına gəlir də söhbət, Bəli. enerji. bir məclisə girib sizə kimsə qıcıq verirsə, əmin olun ki, siz də ona qıcıq verirsiniz. Əlbəttə ki. Qarşılıqlı bir şeydir. Amma çox gözəl sevgi ilə baxırıqsa, əmin olun ki, o da gələcək ki, sizi çox bəyənirəm. Yəni bu bağışlarkən onun da sizə qarşı kini, nifrəti soyuyur. Aydın. Bu avtomatik yaranır. Buradan belə bir nəticəyə gəlirəm ki, demək ki, nəyisə ləğv etmək, sonlandırmaq mümkün deyil. Yaşantılar yaşantı olan yerdə də qalır. Sadəcə biz hadisəyə münasibətimizi dəyişdiyimizə görə, onu artıq fərqli yöndən gördüyümüzə görə, görə bildiyimizə görə bizim münasibətimiz dəyişir və anidən bağışlanma baş verir. Dərk etmə baş verir orada. Dərk edərək olur bu. Məna vermədiyiniz hər şey mənasızdır. Mənaları çıxarır. Eyni sizə gəlib çatdı. Bəli, Eyni. bəli. Dərk edərkən, bəli, məna Seansda məsələsi. misal üçün Bəli. tələbələrimiz gəlib deyir ki, mən təlimə gəlməzdən əvvəl düşünürdüm ki, tutaq ki, həyatımda niyə ailəmdə münasibətim alınmır? Niyə qarşıma eyni insanlar, eyni kişilər çıxır? Eyni karyeramda hər zaman belə deyim, blokajlar yaşayıram. Çox zirvəyə qalxdığım anda düşürəm yerə. Nəyə görə? Bəli. Bu da bizim ailədən gələn, beynimizə otuzdurduğumuz mənalardır ki, belə olmalıdır. Bəzən isə ata-anamızı o qədər çox sevirik ki, şuur altında onlara aid olmaq üçün onların səhvlərini təkrarlayırıq. Bu da layaqlıqdır, bu da psixoterapiyada bir layaqlıq prinsipi olaraq gedir. Bəzən insan gəlir ki, mən atamın qolu ağrıyır, başı ağrıyır, bədən əsməyə başlayır. Deyir ki, bilmirəm, mənim sağ qolum tutaq ki, tutulub. Amma bu sağ qolu həkimə gedir, həkim deyir ki, bir problemi yoxdur və ya uzun-uzun müalicələr eləyir. Hamısı enerjidir, yüklənir orada qalır insan. Eyni zamanda şuur altında qalan kodlardır. Bəli. Baxırsan ki, atası ilə bağlı bir problemdir, misal üçün. Bəli. Sağ tərəf Açdın, ata ilə çıxardın. bağlıdır, sol tərəf ana ilə. Enerji kanalları ilə əsaslı, sağ tərəf ata, eril enerjimiz, günəş enerjimizdir. Eyni zamanda sol tərəf daxili qadın enerjimiz, ay enerjimiz, ana enerjimiz və anamızdan kopyaladığımız bütün sistemləri normalda sol tərəfimizdə saxlayırıq. Amma bu da bir yanılğıdır. Bəzən sol tərəfdə tutaq ki, sol qol ağrıyır. Dərin qazmalar edirik terapiya zamanı. Anlayırsan ki, bu anadan gələn kod deyil, ata ilə ananın münasibətindən yaranan bir şeydir. Orada olan münasibətlərdir. Hər kəsin bu günləri birinci yerə qoyduğu pul, zənginlik, maddi rifah məsələsinə. Bu nə ilə bağlıdır? Məsələn, ailədə kişi iş tapa bilmirsə, günümüzün çətinliklərindən danışıram. Reallığı. Bəli, kişi iş tapa bilmirsə, evə müəyyən bir maddi qazanc gətirə bilmirsə, bax, energetik olaraq biz nəyə baxmalıyıq? Burada hansı münasibətləri araşdırmalıyıq? Bizə də pasiyentlər və tələbələr gələndə birinci sualları o olur ki, mən maddiyyatımı yaxşılaşdırmaq istəyirəm. Amma pul nədir? Pul eyni zamanda enerjidir. Həyatımızın bütün sahələrində gəzən bir enerjidir. Pulun varsa daha sağlam, daha xoşbəxt, daha təhsilli, Pozitivsən. daha pozitivsən, münasibətlərini tarazlaya bilirsən, zamanı belə pulla almaq olur indi. Yəni daha kömək Bəli. əldə etdikdə pulla rahat edə bilər. Amma eyni zamanda pul enerjidir. Enerjini idarə etməyə başladıqda pulunu idarə etməyə başlayırsan. Pul güc və kontroldur. Eyni zamanda, yəni bu kontrolunu əldə etdikdə, gücünü idarə etdikdə, bildikdə pulunu idarə edə bilirsən. Burada həm qazana bilirsən, yəni yarada bilirsən, tıxanıqlıqdan çıxa bilirsən, həm də gücünü idarə etdikdə pulunu idarə edə bilirsən. Bu da yenə enerji ilə əlaqəlidir də. Yəni ata ilə işləyim, ana ilə işləyim, münasibətlə işləyim. İstədiyiniz formada edə bilərsiniz. Birincisi, bu marafonlar, praktikalar işə yarayırmı? Bəli, işə yarayır. Bunlar koqnitiv terapiyalardır. Yəni mən 21 gün ərzində eyni terapiya isə məsələn şükr etməyə başlasam, beynimdə artıq neyron ağları yaranmağa başlayır. Bu arada sizə pulla bağlı mənim hər zaman istifadə etdiyim və maddi reallığımı tamamilə dəyişən mənim Yapon müəllimim var, dünyaca məşhur Ken Honda və onun belə deyim, hər zaman istifadə etdiyi bir praktika var. Xəyal xanım yəqin ki bilir. Biz pul alanda və ya verəndə içimizdə çox dərin minnətdarlıq hissi ilə deyirik ki, arigato.
Arigato. Arigato. Yaponca Arigato. təşəkkür edirəm deməkdir. İçinizdə Gözəl. təşəkkür edirəm də deyə bilərsiniz. Ya bunu biz sizin üçün təkrar eləyək, əziz tamaşaçılar. Tamam. Pulu alarkən və verərkən arigato deyirik və gözlərimizi yumuruq. Bunu Ümumiyyətlə, içdən deməliyik, düzdürmü? İçinizdən bir arigato deməyə bilərsiniz. Öz dilinizə təşəkkür elə. Sadəcə təşəkkür elə. Təşəkkür edirəm deyə Təşəkkür bilərsiniz. edirəm. Bəli. Bu beyində, belə deyim də, yəni neuroəsaslar var ki, sizin Bəli. beyniniz pul xərcləyəndə, yəqin çox adam fərqinə var ki, restorana gedirsən, hesab gələndə narahat olursan ki, sanki elə bir ofisiant yeyib sənin yeməyini sən yemirsən. Və ya gedirsən, tutaq ki, bir veşlər alırsan, mağazada, supermarketə gedirsən, supermarketdə kassaya gələndə sənə həyəcan gəlir, Həyəcan narahatlıq gəlir, görəsən ki, nə qədər olacaq. Nə qədər ödəyib. Evə gəlirsən, peşmanlıq hissi yaşayırsan. Bir 10 dənə misal üçün getmisən mağazaya, 5 dənə bir şey almısan, gəlirsən evə və deyirsən ki, of, çox peşman oldum. Və bunu niyə aldım? Bu günahlandırma hissidir ki, sizə icazə vermir pulunuzu aktivləşdirsin. Aydın. Çox sadə bir texnikadır. Yəni dərin insanlar bu dəqiqə rituallar satırlar, praktikal. Onların heç birinə ehtiyacınız yoxdur. Əgər bu praktikanı özünüzdə aktivləşdirsəz. Və mənim bizim birlikdə böyük bir şirkətimiz var idi. Gün ərzində startap proyektlərlə işləyirdik, immiqrasiya və sair digər proseslər. O qədər çox pul qazanırdıq ki, amma həmin ay belə borcla çıxırdıq həmin şirkətlərdən. Anladım ki, mən nəyisə səhv edirəm. Görəsən nəyi səhv edirəm? Bir texnika tamamilə maddi reallığımı dəyişdi. Nə etmək lazımdır? Sadəcə içində şükrü hissi ilə. Çünki bu beyni idarə edirsən. Əvvəl etmək çox çətin olacaq. Mən necə bu təşəkkür edim? Pul xərclədim. Axı mən bu pulumu verdim. Amma artıq özünü verərkən belə təşəkkür etməliyik ki, hər dəfə nə yaxşı ödəniş ki var idi, edəndə verə bildim. birazcıq bir 21 gün özünüzü məcbur etsəz bunu etməyə ki, bu ödənişi etdim, təşəkkür edirəm. Pulu aldım, təşəkkür edirəm. İçinizdə sadəcə arigato da deyə bilərsiniz, təşəkkür Gözəl. edirəm də deyə bilərsiniz. Gözəl. Əmin ola bilərsiniz ki, bu arada sizin verilişinizə də çox gözəl geri bildirimlər gələcək əgər istifadə etsələr bunu izləyicilərimiz. Çünki həqiqətən Bu dünyada ən saf, ən məsum, ən gözəl enerji uşaqların enerjisidir. Gəlin uşaqların ifasında bir ispan rəqsini izləyək. La Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, cántame Andalucía. De Granada a Casa Blanca, tú me vales en la playa, con tus ojos negros chiquita y con tu boca enamorada, enamorada como tú, enamorada como tú, enamorada como tú, enamorada como tú, como tú, como tú. Como tú, no hay nadie como tú. La Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, cántame Andalucía. De Granada a Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, cántame Andalucía. عيونك حلوة شفايفك غنوة عيونك حلوة شفايفك غنوة
ay, uşaqlar çox sağ olun. Maşallah oynayıb belə buxarlandılar ki studiyadan. Çox sağ olun uşaqlar. Təşəkkür edirik Çox sizə sağ olun. bu cür gözəl rəqsə görə. Nərgiz xanım, sizlə danışmaq istəyirəm. Nərgiz xanım, uşaqlarla işləmək, onların sənə verdiyi o enerji necədir? Mən birinci bir söz demək istəyirəm. Yəni mən doğrudan sevindirəm ki, belə gözəl xanımlarla məni bir araya gətirmisiniz. Bəli, bilirik ki, necə xanımlarla O gətirmək. qədər xoşdur mənə sizə qulaq asmaqdır. Sanki elə bilirəm ki, yəni bunlar mənə lazım idi. Mən onu da qeyd edeyim ki, Nərgiz xanım çox pozitiv, ruh yüksəkliyi yüksək olan bir xanımdır. Buyur Nərgiz, səni eşidirəm. Çox sağ olun hər birinizə. Həqiqətən də sizin danışdığınız bizim işimizlə də bağlıdır. Bəzən biz o qədər stres yaşayırıq. Hamıda problem var. Problemsiz heç bir insan yoxdur. Amma sanki biz rəqs edəndə o qədər motivasiya alırıq. O problemlərimizi qoyuruq bir qırağa, yaşayırıq, daxil oluruq o musiqinin içinə və mən də tələbələrimə bunu öyrədirəm. Mənim həmkarlarım, mənim gözəl kolleqalarıma da bildirirəm ki, biz uşaqlara bunu yaşadırıq. Mən uşaqlarla işləməyi çox sevirəm. Özünüz bilirsiniz və bu mənə də daha da xoşdur. Təbii ki, biz artıq neçə illərdir Leyla rəqs kollektivi bütün tədbirlərdə iştirak edib, bütün festivallarda iştirak edib, gözəl nailiyyətlərimiz də var. Rəqslərimizi sevə-sevə izləyirlər. Kollektivimiz çox gözəldir, özünüz gördünüz. Bizim hər iki rəqsimizdə, o birisi rəqsimizdə, İspan rəqsimizdə Aytən Süleymanovanın da rolu çox böyükdür. Onun da əziyyəti var. Xanım müəlliməmiz var bizim, tanıyırsınız da, onun da əziyyəti böyükdür. Bütün 4 nömrəli uşaq incəsənət məktəbinin bütün kollektivi gözəldir. Bəli, biri-birindən gözəl, istedadlı müəllimlərimiz var təbii ki. Və bizim doğrudan da məktəbimizdə çox gözəl, fəal iştirak edən uşaqlarımız var ki, bugünkü gündə mən onlara baxanda deyirəm ki, aha, mən Nərgizi tapdım orada. Yəni o qədər sevə-sevə rəqs edirlər onlar. Sanki bunlar ürəkdən gəlir və biz də sevinirik ki, yəni problemlərimiz olsa da o stresi qoyuruq bir qırağa, artıq o musiqiyə daxil oluruq. Biz də öz işimizi görürük. Uşaqlar sizi terapiya edir. Bəli. Mən rəqsi qururam, qəşəng qururam, işləyirəm. Əla, super, çox gözəldir. Rəqsin sonuna gəlirəm, beynim yatır. Artıq saniyə qalıb mənim o rəqsimi bitirməyinə də. Mənim beynim yatdı. Bəzən ağlayıram, bəzən gəlir mənə ki, ay Allah, bu nə oldu, bu necə oldu? Mən axı bunu yaxşı qurdum, niyə belə oldu? Yəni davamını gətirə bilmirəm. Bu enerjinin idarə olunması ilə bağlıdır, eləmi? Bax, mən elə onu artıq göstərməyimlə Nilüfər xanım başa düşdü ki, uzaqdan idarə olunma enerjisi. Bax, mən bunu demək istəyirdim. Bəzən Nərgiz xanım ola bilər ki, kiməsə zəng vurub telefonla o enerjini alıb sakitləşə bilər. Bax, sizə o sualı vermək istəyirəm Fidan xanım. Uzaqdan idarə olunan enerji. Əslində musiqi çox gözəl mövzudur. Elə düşünürəm ki, həqiqətən təsadüf deyil. Biz bu günləri həm musiqi, həm biz burdayıq. Çünki mən musiqi ilə terapiya çox eləyirəm. Sizin enerjiləriniz çəkib bir-birinizə. Bəli. Təsadüf deyil və mənim terapiyalarım hamısı musiqi ilədir. Xəyal xanım da bilir, hər kəs. Mən musiqiyə çox dinləyirəm. Və bütün musiqilərin sözləri və terapiyalarında istifadə edirəm və bədənləri də bəzən bədənlə işlədiyimiz üçün bədənləri musiqi ilə belə deyim aktivləşdiririk. Kimsə bizə zəng vurub, bəli, bir əsəb verici, yəni ki, aqressiyamızı qaldıran ya da nə bilim bizi kədərləndirən bir söz deyə bilər. Onu necə idarə etməliyik? Əlbəttə ki, kontrol bizdə olmalıdır, amma kontrolu idarə etmək lazımdır. Aqressiyanı bəzən idarə edə bilmir insanlar. Amma aqressiyanı, yəni kontrolu əlimizə alanda onu da idarə edə bilirik. Bəzən özümüzü bir musiqiyə kodlaya bilərik ki, həmən o musiqini açarkən biz öz uğurlarımızı, hər şey yaxşı olacağını bilirik. Biz necə edək ki, bugünkü gün yaşadığımız travmalar uşaqlarımız təkrar eləməsin? Bu sahəyə gəlmə səbəbim mənim evladımdır. Yəni ki, mənim oğlum autizmdir və mən onu çox sağ olun. Yəni ki, artıq biz oradan keçmişik və çıxmışıq. Amma necə etmişəm bu enerji, yəni ki, mən başqa-başqa ölkələrə oğlumu həkimlərə aparırdım. Bir gün bir həkimə gedərkən gördüm ki, bura Kanadadan, Amerikadan, Almaniyadan insanlar qapısında sıra durur. Bu nə terapiyası ilə, nə falan filan enerji ilə çalışır həkim.
və insanlar nəticə görür. Əlbəttə ki, əvvəllər İsraildə idim. İnamsızdı. Bəli, inamsız idim. Hə, yenə də getdim çünki evlad elə bir həssas nöqtədir ki, uşaqlar. Yəni ki, mən oradan bir ay sonra qaydanda 10 gün keçməmişdi, mən bir nəticə görməyə başladım ki, vav, çox gözəl bir nəticə alıram. İkinci dəfə də getdim. Və ondan sonra artıq qərara gəldim və sistem məni inandırdı ki, nəticələr, belə bir şey var. Və mən öz travmalarımın üzərində işlədikcə mən anladım ki, mənim oğlum sağalır. Ona görə mən öncə təlimlər aldım, terapiyalar aldım və öz evladımı elə sağaltdım. Yəni mən sakit və onlardan arınandan sonra oğlum sağalmağa başladı. Yəni ki, özümüzü şəfalandıranda, yəni bir gün sakit və sevgi ilə dolu olsanız, evladınızda onu görəcəksiniz. Aqressiv olduğunuz gün evladınızla nəsə narahat olduğunu görəcəksiniz. Onun da işlərinin tərs getdiyini görəcəksiniz. Eynən. Qadınlarımızı qoruyaq, analarımızı qoruyaq. Həqiqətən bütün güclər, dünyanın bütün padşahları, bütün peyğəmbərlər, yaradılışda kim varsa ən üstdə dayanan, onların hamısı məhz bir qadının bətnindən dünyaya gələnlərdir. Ona görə də qadınlarımızı xoşbəxt edək ki, onların xoşbəxtlik enerjisi də bütün ailə qidalansın. O zaman ruzumuz da olacaq, bərəkətimiz də olacaq, pulumuz da olacaq, işlərimiz də yolunda gedəcək, huzurumuz da olacaq, xoşbəxtliyimiz də. Buradan mən istəyirəm ki, əziz Azadə xanımın yanına keçim. Baxa görək bu dadlı tamlı, kirpi, şokoladlı tikanları olan Meşədə, kirpi. ağac dibində, göbələkləri. Yox, ağac dibi deyil, bu bir kötükdür. Kötükdür də ağac. Kirpi də dırmaşıb kötüyün üzərinə Gözəl. oturub özü üçün. Hətta burada göbələyi də var. Azadə xanım burada da 2 dənə alma düzəldi. Gözəl. Gəl onun birini sən, birini də mən. Götürüb onu tikanların üstə qoyaq. Tamam. Boş qalmasın. Qoyaq. Ay Azadə xanım, sizə Allah qorusun. Ay. Hə. Artıq balalarını aparmağa da meyvəsi var. Maşallah. Gözəl. Azadə xanım, çox sağ olun. Biz onu da Əlləriniz xoşbəxt dərd elədik. görməsin. Hə. Çox sağ olun. Başkənd Restoranlar şəbəkəsinə buradan təşəkkür edirik. Hədsiz təşəkkürlər. Hər zaman bizə bu gözəl xanımları göndərirlər. Başkənd Restoranlar şəbəkəsinin istənilən restoranında rahat bir şəkildə gəlib əyləşib istirahət eləməyə dəvət edirik. Şirniyyatla dolu olan süfrəmiz hər zaman. Bu süfrəni kim bəzəyir? Baklava butik. Bir zəngə bizim istədiyimiz şirniyyatları bizə göndərən Ceyhun bəy, Turan xanım, bütün onların heyəti, işçi heyəti, hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun ki, bizi bu qədər süfrəmizi gözəlləşdirirsiniz şirniyyatlarınızla. Və xanımlar, sizə öz növbəmdə təşəkkür edirəm hər birinizə. Nərgiz xanım, Fidan xanım, Nürüfər xanım. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Mən də bütün məktəbimizin, Dönəmrəli Uşaq İncəsənət Məktəbinin kollektivi adından, Leyla Rəqs kollektivi adından sizlərə dərin təşəkkür bildirirəm. Qadın arxasında olan bütün kanalın heyətinə sizlərə dərin təşəkkür bildirirəm ki, bu gözəl verilişə məni də dəvət etdiniz. Uğurlu olsun, axırıncı yox, axarıncı olsun, həmişə də bu verilişin qonaqları olaq. Çox sağ olun. Eliana Beauty Home-un bütün kollektivi. Aynurə xanım iki daşın arasında bir lori dillə olsa deyəcəm, saç və makyaj, yaşıl çalarlar, ətrəngi tonları hamısını bir-birində cəmləşdirdi. Və mənə maraqlıdır, siz deyəcəksiniz ki, gözəl alınıb və yaxud alınmayıb. Məncə özünü sevən hər bir xanım Aynurə xanımın, Eliana xanımın mütləq şəkildə yanına getməlidir. Mən də öz saç makyajıma görə Eliana Beauty Home-un bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Və bugün geydiyim bu gözəl geyimə görə Nila Butikə dərin təşəkkür edirəm. Nila Butikdə siz həm ziyafət geyimləri, həm də gündəlik geyimlər əldə edə bilərsiniz. Sizin bizə verdiyiniz bu məsləhətlər, xanımlarımıza çatacaq mesajlara görə hər birinizə təşəkkür. Enerji terapevtlərinin dediyi kimi balanslı olun. Həyatınızda hər şey huzura yetişsin. Huzur olan yerdə isə xoşbəxtlik olur. Xoş qalın, xoşbəxtliklə qalın. Sağ olun.